Dərsimiz cümlələrə necə başlayır? Deyir, xarici valyutada riskdən danışırsan, Ramin. Heç bunun qarşısını almaq mümkün deyilmi? Qısa cavab versəm, qarşısını almaq yox, tədbirlər planı hazırlamaq olar. Riskin qarşısını almaq deyə bir anlayış yoxdur. Riskə sadəcə hazırlana bilərəm. Hazırlıq görə bilərəm ki, mümkün qədər təsirini azaldım. Burada hedging termini ilə rastlaşırıq. Hedging üzləşə biləcəyimiz riskləri ölçülə bilən, bilinən hala gətirmək deməkdir. Yəni, hələ də risklə, zərərlə üzləşirəm, amma nə qədər olacağını deməli, bloklayıram ki, bax, riskim bu qədərdir, bitdi. Zərərim olacaq, amma mən bildiyim qədər olacaq. Uncertain olmayacaq. Practical approach, praktiki nümunələr verir ki, riski necə, foreign currency-də olan riskləri necə mitigate eləyə bilərəm. Mitigate eləmək qarşısını almaq kimi verir, amma yenə deyirəm, riski tamam sıfırlamaq deyə bir anlayış yoxdur, yoldaşlar. Riskin sadəcə ehtimalını azaltmaq olar. Nə bilim, 0 nöqtə neçəyə qədər eləmək olar. Deyir, xarici valyutada riskin var, neyniyim? Deyir, qorxursansa, xarici valyutada əməliyyat eləmə. Öz home valyutanda elə. Okey. Heç nə eləmə. Necə yəni heç nə eləmə? Qoy bazar öz-özünü tənzimləsin. Leading. Əgər qorxun varsa ki, məzənnə dəyişər, tez ödə. Lagging. Qorxun varsa ki, məzənnə dəyişər, qoy dəyişsin, ödənişi ləngit, sabitlənəndə ödəyərsən. Matching, receipt and payment. Ödəniş və pul alışlarını mümkün qədər eyni tarixə sal. Netting. Aktiv və öhdəliklərini bir-birindən netləşdir. Bir şəxsdən həm alacağın, həm verəcəyin varsa, onları netləşdir ki, konvertasiyada və s. itirməyəsən. Komissiya, konvertasiya hamısı qarışıq. Foreign currency bank account. Əgər xarici valyutada ödənişin varsa və qorxursansa ki, məzənnə dəyişər, bəri başdan məzənnə dəyişməmiş valyutanı al saxla, hesabında pul qalsın, vaxtı çatanda ödəyərsən. Aktiv və öhdəliklərini məç elə. Nettinglə və matchinglə çox oxşur, yoldaşlar, bu. Burada bütöv aktiv və öhdəliklərini tarazlı şəkildə quraşdır ki, formalaşdır ki, birində zərər eləyəndə, birində də qazanc qazanasan, net effekti 0 olsun. Və ya net effekti maksimum sənə az ziyan versin. Gəlirik dərsimizin indi hesablama gərəşdirən hissəsinə. Money market hedge. Burada yoldaşlar çoxlu nəzəri cümlələr yazıb. Boş verin bunları. Əsas hesablama metodikasına baxacağıq. İzah eləyirəm. Birbaşa test your understanding 9-u. Niyə? Çünki ən mürəkkəbi budur. Diqqətlə qulaq asaq sualımıza. Sual bizə nə deyir? Deyir, qərar ver görək. Bu əməliyyatda şirkət forward kontraktı bağlamalıdırmı, yoxsa money market hedge eləməlidirmi? Bütün terminlərə diqqətli şəkildə toxunacağım. Yoldaşlar, dərsimiz yəqin ki, ən gecə 10 dəqiqə çox çəkə bilər. Çalışacağım vaxtında bitirək, amma yenə də nəzərinizdə olsun. Əgər planınız varsa, bərbaşdan hazır olun. 2 təklif verir. Situasiya belədir ki, bir şirkətin 6 ay sonra həm 300 min ödənişi var, həm də 1 milyon 200 pul almağı planlaşdırır. Həm pul alacaq, həm də ödəniş eləyəcək. 1 milyon 200 ödəniş, 300 min, daha doğrusu 1 milyon 200 pul almağı, 300 min ödəniş eləməyə gözləyir. Yəni net 900 min pul gələcək. 2 şansım var. 1. Ya forward rate-dən istifadə eləyə bilərəm. Forward bizim derivativ kontraktımızdır. Ya da money market hedge-dən istifadə eləyə bilərəm. Birinci seçimim, ikinci seçimim. Sual da məndən soruşur ki, tap görək birinci mi sərf eləyər, yoxsa ikinci mi? Bir-bir hesablayıram. Əvvəlcə gəlin görək, burada spot rate bizə nə deməyə çalışır? Deməyə çalışır ki, 1 funt 1.7 və ya 1.704 məzənnəsidir. Yəni şirkət
Fundla əməliyyat eləyir. Alacağı məbləğ dollardadır. Əgər mən 6 ay sonra dollar qəbul eləyəcəmsə, əlimdə dollar, banka gedib fund almağa çalışacağam. Çünki mənə dollar fund qarşılığında lazım olacaq. Mənim əsas gördüyüm işlər funddadır. Müştəri mənə dollarda ödəsə də, mənim əməliyyatlarım funddadır. Mən onu funda çevirməyə yol axtarıram. Əgər bu dəqiqə əməliyyat baş versəydi, 900 min dollar, daha doğrusu 900 min dollar nə qədər fund eləyərdi sualının cavabı. Əlimdə dollar, fund almağa çalışıram. Dollar verib fund alıram. Hansında dollar ucuzdur? Bax bunda. Çünki dollar daha zəif qalır burada. Biri var 700 dənə dollar verib bir fund alam. Biri var 704 dənə dollar verib bir fund alam. 704 olanda dollar daha zəifdir. Bəs forward rate nəyi göstərir? Baxın, bu yazılış nəyi deyir, yoldaşlar? Əgər forward kontrakt bağlamışamsa, bu kontrakta əsasən müqavilə bağladığım gündən 3 ay ərzində banka getsəm, dolları təqdim eləsəm, bank məcburdur ki, bax bu reytlərlə məndən əməliyyat eləsin. Yəni, əgər dollar verib fund almaq istəsəm 69.44 ilə, fund verib dollar almaq istəsəm 69.02 ilə məndən əməliyyat eləməlidir. Nəzərə alsaq ki, bizim əməliyyatlarımız 6 ay sonra baş verəcək. Biz 6 aylıq forward rate-ə fokuslanırıq. İndidən kontrakt bağlamışam 6 ay sonraya. 6 ay keçdi, pulumu aldım. Bax, bu 6-cı ayda 900 min pul almışam. Əlimdə dollar, gedirəm fund almağa. Hansı halda dollar daha ucuzdur? Hansında çox dollar verib az fund alacam? Baxın bu hissədə. 900 mini bölürəm 1,6809-a. Və ya cümlələrimi parafraz eləyim. Hansı bölmənin nəticəsi daha az fund yaradar? 900 mini 68,09-a bölsəm, yoxsa 67,64-ə bölsəm? 68,09-a bölsəm. Böldük, buradan aldığımız cavab oldu forward rate-in rəqəmi. Şərti yazıram özümdən, yoldaşlar. Məsələn, aldıq 550 min. Bu, forward kontraktın nəticəsində 6 ay sonra əldə eləyəcəyim fundu göstərir. Bu birinci opşunum. Bunu tapdım. İkinci opşunum. Nisbətən qəliz hissəsi buradır. Qarşımda nə durur? 6 ay sonra 900 min dollar. Qorxum nədir? Birdən 6 ay sonra dolların məzənnəsi zəifləyər və mən dolları verib fund alanda daha az fund almış olaram. Qorxum budur. Mənə dollar gələcək. Dollar gələn kimi onu funda dəyişmək istəyəcəm. Dəyişmək istəyəndə birdən məzənnə dəyişər. Mənim indiki planlarım alt üst olar. Mənə daha az fund verərlər. Bu narahatçılığımı aradan qaldırmaq istəyirəm. Money market hedge mənə nəyə icazə verir? 1. Deyir Ramin, onsuz da 6 ay sonra sənə pul gələcək. Gəl belə eləyək. İndidən gedək kredit götürək. Dollarda. Deyirəm, yaxşı, götürək. Niyə? Ona görə ki, 6 ay sonra dollarda pul alanda gətirib elə o krediti bağlayarsan. Deyirəm, yaxşı, nə qədər kredit götürüm? Cavab. X qədər kredit götürəcəyik. O şərtlə ki, bu kreditin faizi böyüyüb 6 ay sonra əsas məbləğ ilə bir yerdə 900 min yaratsın. Kreditin faizi gəlin görə neçədir? Nəzərə alsaq ki, mən dollarda kredit götürürəm. 6,5. Amma bunlar illik rəqəmlərdir. Mənə 6 aylıq lazımdır. 3,25. Görəsən, indi hansı rəqəmi götürsəm, 900 bölünsün 1, 0, 3, 25.
Şərti rəqəm yazıram yoldaşlar. Elədi 880 min. Məsələn. Deməli mən indi 880 min kredit götürdüm. O məntiqlə ki, faizi də üzərinə gələndə 900 min eləsin dollar olaraq. 6 ay sonra dollar gələndə aparım o krediti bağlayım. Sual verəcəksiniz ki, Ramin, niyə özümə yük yaratdım indidən? Məqsədim nə idi? Məqsədim dolların məzənnə dəyişikliyini önləmək idi. Bəs yaxşı üstünə kredit riski götürdün. Bunu necə kompensasiya eləyəcəksən? Kompensasiyası belə olacaq. Bu dolları, yəni 880 min dolları elə həmən gün, yəni bu gün çevirirsən funta, hansı məzənnə ilə? Spot rate ilə. Çünki əməliyyatı bu gün eləyirsən. Funt verib, daha doğrusu dollar verib funt alırsan. Hansında dollar ucuzdur? Yenə də burada. Bölürsən 1,74-ə 0. 1,70-40-a. Məsələn, burada da aldıq 500, nə bilim, 40 min. Məsələn. Əlimdə indi funt yarandı. Bu funtu nə edeyim? Bu funtu apar depozitə qoy. Hansı rate ilə? Funt sterlingin depozit rate ilə. Bu da annual rate'dir. Deməli 540 min 6 ay sonra neçə olar sualının cavabı 1,03-ə vurub tapacaqsan. Deyək ki, bu da elədi 575 min. Bu da oldu mənim money market hecimin rəqəmi. İndi hamısını bir-bir hesablamalarını göstərəcəm. Forward rate ilə müqayisə elədim. Hansı çoxdursa sualımın cavabı oldu. Gəlin indi dediklərimizi tətbiq eləyək bir-bir. Cash receipt 1.200.000, cash payment 300. Net receipt. Net receiptimiz USD-dədir. 900 min USD almışıq. FRA agreementinə baxaq yoldaşlar. Mənə reytlər vermişdi 1.7 və 1.7004. Hər ehtimalla yazıram 1.7, 1.7004. 900 min dollar 6 ay sonra. Bu mənim spot rate'imdir. Gəlin bunu da yazım. Bir dəqiqə. Spot rate və 6 months forward rate. FRA forward rate agreement'in abreviaturasıdır yoldaşlar. FRA forward rate agreement. FRA agreement'də 67, 64, 68, 09. Buraya yazıram. 67, 64, 1.6809. Bunları da highlight eləyək. 6 aylıq FRA agreementimə baxıram. 900 min pul. 6 ay sonra neçə eləyər sualın cavabı? 900 bölürəm. Elədi 535 min. Bu FRA-ın cavabıdır. Yazıram bura. Qoy burada qalsın. Forward agreement və money market hedge. İkisinin də cavabı var burada. Sonra baxacağıq təbii ki. Bunu highlight eləyək. Bu forward rate agreement'in cavabıdır. Bu da money market'in cavabıdır. Axırda baxacağıq hansı bizə faydalı oldu. İndi keçirəm money market hedge'in rəqəmlərinə. 6 ay sonra 900 min pul gələcəyi üçün bu 900 min pulun indiki kreditini götürürəm.
Nə qədər kredit götürməliyəm? 900 minin present value-sunu tapıram. 3%. 3%-i 3,25-dəsində bu. 3,25-i hardan aldıq? 1 illik 6 rəqəm 6,5 idi. 6 aylıq hissəsi tapılması üçün böldüm 2-yə. Yəni 12-dən faizlərin yeri dəyişi düşüb. Faiz burada olmalıdır. 6,5 faizi böldüm 12-yə, vurdum 6-ya və ya 2-yə böldüm birbaşa. 900 mini diskontlaşdırdım. Elədi 871 min. Yəni mən indi 871 min kredit götürsəm, bu 871 min 1 il sonra neçə olarsa, 6 ay sonra neçə olar sualının cavabı 1 üstəgəl 3%. 900 min olar. Məqsədim nədir? Kredit götürüb depozitə qoymaq. Amount of credit. Nə qədər kredit götürdüm sualının cavabı. 871 min əlimdə dollar var. Kredit götürmüşəm. Bunu nə edirəm? Convert edirəm USD pound'a və krediti indi götürdüyümüz üçün onu depozitə qoyacağam. Hansı məbləğlə? Pound məbləği ilə. Pound. Bu 871 min pound olaraq neçə pound eləyər? Spot rate ilə hesablayıram yenə də. Çünki əməliyyatı indi icra eləmişəm. 871 min spot rate'imdə baxın burada. 871 bölünsün 1704. 511 min pound eləyərdi. O poundu da aparıb depozitə qoyuram. Hansı faizlə? 3%-lə. Yəni, bax burada gördüyüm 6%-in yarısı ilə. Niyə? Çünki sterlingin faizidir bu. Deməli, mənim əlimdə 526 min pound olardı 6 ay sonra. Nəyi ölçdüm? Əgər money market hedge eləsəm, 526 min pul gələr. Forward rate agreement bağlasam, 535 min pul gələr. Deməli, forward rate agreement daha sərfəliymiş. Mənə cash inflow gətirməsi cəhətdən. Vizual görüntünü biraz da deməli böyüdürəm. Təkrar bir də çəkirəm yoldaşlar, nə baş verdi? Tam aydın olması üçün. İndi spot rate'lər var əlimdə. 1,7, bir də 1,704. Mənə məlumat verilib ki, 6 ay sonra 1 milyon 200 pul alacaqsan, 300 min də ödəyəcəksən. Net 900 min pul gələcək. Tap görün bunlardan hansı bizə sərfəlidir. Yəni, nə eləsək, valyuta məzələnəsinə qarşı olan risklərimizi minimallaşdıra bilərik. Bu suala cavab axtarırıq. Bu 900 minlə bağlı birinci planım Forward Rate Agreement FRA. 6 aylıq Forward Rate Agreement bağlasam 900 mini 6 ay sonra götürəndə məndən 900 min bölünsün Forward Rate Agreement-ə baxıram. 1,69 yox 1,6809 dollar verib funt alacam. Hansında dollar ucuzdur. Bölünsün 1,6809. Bu elədi 535.427. İkinci optionum onsuz da 6 ay sonra mənə pul gələcək dollarda. İndidən gedib dollarda kredit götürürəm. Nə qədər? 900 minin diskontlaşdırılmış dəyəri qədər. Elədi 871.671. Bu məbləği dərhal konvert edirəm funta. Funt məbləği elədi 511.544. Bu funtu da aparıb elə funtun faizi ilə depozitə qoyuram. İllik 3%-lə. Bu da elədi
526.890. Baxıram ki, ikinci halda 526.000, birinci halda 535.000 pul almışam. Hansı sərfəlidir? Birinci. Test your understanding 8. Burada payment eləyirik. Yenə də Thakur kodu və 450.000 payment 3 aylıq müddətdə spot rate və s. verib, forward rate'ləri verib, rate'lərimiz bayaqki ilə demək olar ki, eynidir. İlk atacağım addım. Əvvəlcə yazıram bura spot rate, FRA, 3 months, 6 months. Deməli, 1.7, 1.7, 40, 1.6902, 1.6944, həmçinin 1.6764, 1.6809. Payment'im də 600.000, 450.000. Nə vaxt? 3 months time. 3 months time. 3 ay sonra 450.000 pul ödəməliyəm. Onda indidən hesabımda pul olarsa, 3 ay sonra ödənişin vaxtı gəlib çatanda narahatçılığım qalmaz. Yəni mən indidən depozitə pul qoysam və o məbləğ dollarda olsa, bütün FX ilə bağlı narahatçılığım aradan qalxar. Nə itirəcəm, nə qazanacam, bəri başdan bilərəm. Onda nə edirəm? Bu məbləğ 450.000 dollardır. Hansı məbləği dolların depozit rate ilə, yəni 6%-lə. Bayaqçından neçə idi, bir də məbləğ rəqəmlərə baxım. Hə, bu sterlingdir, yerlərini dəyişik yazım. Hansında depozitin dollar rate ilə depozitə qoysam, məbləğ 3 ay sonra 450.000 olar. Həmən qədər deməli, depozitə pul qoyacam. Deposit amount now. Hansı rate ilə? Deposit rate. Deposit rate'im illik dollarda 5%'dir. Deməli, 5 bölünsün 2 olacaq. 2.5%. Onda depozit məbləğim nə qədərdir? 450.000 bölünsün 1 üstə gəl 2.5. Müəllim Yəni 3 indi aylıq orada üzr istəyirəm. hə? Hə, 3 hə, aylıq düzdür. axı. Mən səhv Ben elədim. onu diyecektim böyle 3 ay. Hə, təşəkkürlər, düzdür. Bu hissəni başdan deyim, yoldaşlar. Deməli, faizimiz 5%, 1.25. Kvartal olaraq 3 aylığı hesabladım. Kvartal olaraq 1.25. Yəni indi depozitə 444.000 pul qoymalıyam. Belə eləyək ki, daha düz görünsün. 3-0 var çünki burada. Amma mənim indi bunlar hamısı dollarda, yenə deyirəm yoldaşlar. In dollar amount. Düzdür, burada yazmışam bu hissədə, amma yenə də yazıram ki, tam gözümüzə sataşsın bu rəqəmlər. Mənim indi dollarım yoxdur. Onda gedim kredit götürüm. Nə qədər kredit götürüm? O qədər ki, indiki spot rate ilə çevirsəm 444.000 dollara bərabər olsun. Take a loan in pound and
convert it to USD. Nə qədər götürməliyəm? 444 min. Dollar almaq istəyirəm, funt verəcəm. Deməli, 444 indiki rate ilə neçə bölməli? Yəni mən funt verirəm, dollar alıram. Funt verib dollar alacam. Funt hansında ucuzdur? Funt hansında ucuzdur? Yəni dollar hansında bahalıdır? 1.7-də. 261 min funt olmalıdır əlimdə. Bu 261 min funt kredit olaraq götürürəm. 3 ay sonra neçə olacaq? Loan amount in pound now oldu 261 min. Loan amount in pound in 3 months time. 3 ay periyodunda isə bu rəqəm olacaq. Loan rate. Yazıram bura 3 months. Baxın, sterlingdə kredit götürmüşəm. 7.5 illikdir. 7.5 bölünsün 4. 1.875 faiz. Bu rəqəm 3 ay sonra olacaq 1 + 875 faiz. 266. Yəni mənim funtla, yəni money market hedge rəqəmim oldu 266. Bu rəqəmi highlight elədik. Bəs forward rate agreement nə olardı? 3 ay sonra 450 min dollar almaq istəyəcəkdim. FRA agreement. 3 ay sonra alacağım pul forward rate agreementlə. 450 min 3 aylıq FRA. Funt verib dollar alıram. Funt verib dollar alıram. Hansında funt ucuzdur? 1.69-da dollar bahadır və ya funt ucuzdur. Böldüm 1.69-a. 450 bölünsün 1.69. Burada ehtiyatlı olun. Bu dəfə məndən daha az pound aparan mənə sərfəlidir. Deməli, bu dəfə FRA agreement sərfəlidir. Deyəsən, bayaq da FRA sərfəli idi. Hə, bayaq da FRA sərfəli idi. Vəssalam.